Azərbaycanlı MMA döyüşçüsü Nihat Danaquliyev Gürcüstanda keçirilən Qama təşkilatının ikinci seriyasında qələbə qazanıb. Gürcüstanlı idmançı Goga Kistauri ilə gecənin əsas qarşılaşmasında üz-üzə gələn həmyerlimiz döyüşün birinci raundunda boğucu fəndlə qalib olub. Döyüş haqqında danışası olsaq, Nihat döyüşü tərs qardda idarə edirdi. Rəqibi isə düz qard vuruşurdu. Nihatın ilk hücumuna rəqib middle kick ilə cavab verib Nihatın qabırğasına zərbə endirməyi bacarsa da, bu Nihat üçün bir o qədər də təsirli olmur və Nihat aldadıcı zərbə ilə takedown yoxlaması edərək rəqibi tellərə sıxışdırıb oradan yerə alır və döyüşü boğucu fəndlə bitirməyi bacarır. Bu fənd kənardan asan görünsə də hissiyatı çətin olan bir fənddir. Düşünürəm ki, Nihat bu fənd üzərində olduqca çalışıb, yaxud da Dana ləqəbinə uyğun olaraq Nihatın olduqca üstün fiziki gücü ona fəndləri asanlıqla icra etməkdə kömək olur. Qeyd edim ki, Nihat Ruslan Məmmədhəsənovun rəhbərliyi altında məşqlər görür. Döyüşdən sonra o bu qələbəni məhz Ruslan müəllimə borclu olduğunu deyir və 27 sentyabr anım günümüzü də yad edərək qələbəsini şəhidlərimizə həsr edir. İdmançımızı və xalqımızı təbrik edir və uğurlar arzulayırıq.